Yox, Məhəmməd bilirsən necədir? Bu ev ki var ha. Bu ev vacib satılmalı deyə. Dəyəri də var. Yerleşmə yeri də əla. Ya bu ev vacib satılmalıdır. Karvan Şadlıq evinin yanında Neptun Marketlə üzbəüz. Hə? Neptun Marketdən bura maksimum 150 metr. Asfalt ana yoldan bura 100 metr məsafəsi var. 5 sotun içərisində Rəşad dur bir dənə evi göstərək. 5 sotun içindədir. Özü qaya üstü. Bax buralar qaya üstü havası zadı əla. 5 sotun içində. Bir dənə bura bax. Baseynisi. Gəlged yoxdur deyənə, yəni baseynisi natəmizdir, amma içində filtr də var, təmizlənir. Yay mətbəxi. Bir dənə yay mətbəxinə bax. Yay qış, hə, cam balkonla bölünüb. Yay qış mebelləri zadı. Bax bu evin içində nə görülür, hər şey qalır. Hər şey qalır. Jalüz qapılara bax. O jalüz qapısı hamısı yerli yerində. İşıqlandırma sistemi. Mebellərinə bax, hər bir şey. Evin soruşurlar Məhəmməd həmişə. Evin sağ sol arxa tərəfinə. Bir də həyətin içində kladovkası. Bəli, proyektlə tikilən evdir. Baxın, bu lijankalar da, şizlonlar da qalıcı. Bax bu lijankalar hamısı yerindədir, qalır. Qəşəng yaşıllığı, şam ağacları, limonka. Baxın, sanitar qovşağı, kladovkası, hər bir şey. Gəl xanağa. Kondisionerlər var. Hələ evin için görsəz bax, evin içi saraydır. Bir dənə bura baxın. Sanitar qovşağı. Hər bir şey yerli. Yox, sanitar qovşağı. Köməkçi çən. Köməkçi çən də var. Qazanxana. Bütün evin istilik sistemi, işıq sistemi, yəni buradadır. Rəşad, xanağa gəl bura. Bax brend mallardır ya. Bunlar bilənlər bilir. Bax kombinin aparatı, istilik sistemi, qazanxana, bütün su filtr, hər bir şey buradan evə gedir. Təhlükəsizlik kamera bloku da, yəni gizli yerdədir. İnşallah alan adama özümüz deyəcəyik. Burada da gizli təhlükəsizlik kameraları var, yerləşdirilib bütün həyətdə. Bura çəkdin xanağa. Bura bağlıdır. İndi yəqin kladovkada manqal, zat belə şeylər yığıblar. Gəl arxamızca, gəl. Yol ağaclarına bax. Yəni evdən divarın arası harda 5 metrdir. Hər bir tərəfdən ev 4-5 metr arada tikilib. Rəşad, gedək evə. Gəl evin içinə. Keç evə. Evin içini görsəz, həqiqətən də, yəni keyfiyyətli işdir. Özü üçün tikib. Şəxsi tikili, özü üçün tikib. Yəni bu yerləncəyi də alan adam bu yerləncəyi hədiyyə verər mənə. Yəni yerləncə də yerli yerindədir. Biz necə videoya biraz şən əhval-ruhiyyə qatırıq ki, baxanda da uzun video olacaq, yorulmayasınız. Gəlin. Koridor sistemi. Koridor sistemi bir də yəni onu da deyim sizə ki, ümumi istipoldur. Ev başdan ayaq istipoldur. Koridor sistemi enliliyə bax. Bu ev ağ ev. Ağ ev, ağ ev. Barack Obama'nın evi. Ağ ev. Bu ev ağ evdir. Həqiqətən bütün mebellər ağ, divarın ağ boyları ağ, çırçıraqlar ağ, kondisioner ağ, kafel ağ. Nə bilim, keç mətbəxə xanağa. Rəşad, mətbəx özü bir dənə zal. Mətbəx özü bir zaldır. Bir dənə xanağa zəhmət olmasa bütün nə görürsüz qalır. Bu sezon yaşanılmır. Bəli, yaşanılmır. Bu sezon bax sahibi gəlir. Ehtiyacım yoxdur, satıram. Soyucuya bax. Hər bir şey. Adicə soyucu hal-hazırda işlək vəziyyətdə. O yəni deyimsə, 4-5 aydır yəni sezonu bura ev sahibi gəlmir, işlək vəziyyətdə saxlayır. Nə görürsüz qalır. Bax burada nə görürsüz hər bir şey qalır. Brend mallar. Həyətə ayrıca baxın. İşıqlandırması hər bir şey yerli yerində. İstipolun baxın. Burada istipol, kollektorlar yerində. O bütün kollektorlar orada yerində. Bütün mərmər. Amma mətbəxin üstü mərmərdir, brend. Yəni bilən bilir ki, bir dənə bunu yazırsan Google-da bu mətbəx mebeli neçədir, hardan sifariş verilir, gözlə. Gəl zala. Zala gəl. Zala gəl. Bir dənə xanağa, bir dənə zala gəl. Bəh. Bir dənə bu zala bax. Zalda gözəlliyə bax. Damı çək, lüstri çək. Yəni başı çıxanlar biləcək burada söhbət nədən gedir. Mebelə bax. Elektronika, kondisioner, hər bir şey qalır. Ev sahibi dediyində görə bir dənə bu pilsosu aparacaq. Bir dənə bunu evdən aparır. Ağıllı pilsos da onu aparır. Qalan nə görürsüz? Getdik. Yəni burada yataq otağı, bu birinci yataq otağımızdır. Burada olan mebellərdən söhbət eləməyək. Söhbət üzrə birində nədən gedir? Xanağa, bir dənə ətraflı çək buranı. Yəni bilən bilir söhbət burada nədən gedir. Ətraflı çək, mebellərə burada reklam eləməyə ehtiyac yoxdur. Ay bu mebel buradan gəlib, dəst oradan gəlib, şkaf oradan gəlib, ehtiyac yoxdur. Bir də bu çırçırağı götür yenə, gəl arxamızca. Gizli işıqlar belə. Gəl arxamızca, xanağa. Yaşad, keçək buraya. Bir dənə bura bax. Bax bir dənə bura bax. Dizayn, gözəllik, hər bir şey yerli yerində. Mebellər, keyfiyyət, yəni baxan özü biləcək.
işıqlandırması zad, hər bir şey yerli yerində. Bir dənə bura çək. Mən həmişə buna maraq göstərirəm. Bax, öz həyətinə. Pəncərəsi, havalandırması əla vəziyyətdə. Yəni təkrar edirəm, isti poldur. Ətraf isti poldur. Keçək ən vacib məsələ. Xanağa, sanitar qovşaqdakı bütün aksesuarları, kafili, bir də burada bütün görülən bir şey, yəni xarici ölkənin istehsalıdır. Bir də hər tərəfli götür. Asma tavan, kabinası, duşovayı, yəni bilənlər bilir də. Yəni əlüzyuma yerini belə göstər oradan xanağa. Yer də istipollandı. Ona da nəzərdə çatdırın. Ay Rəşad, neçə deyirlər bu evin? Harda yerləşir? 140 kvadrat. Sabunçu rayonu, Maçdağ qəsəbəsi, təkrar edək. Sabunçu rayonu, Maçdağ qəsəbəsi, qaya üstü deyilən ərazi. Neptun marketlə üzbəüz, deməli qapısına qədər asfalt. 100 metr məsafədə. Ümumi 140 kvadrat və Sibriz yolu, hə, rahat. 5 dəqiqə. Maşınla 5 dəqiqə Sibrizdəsiz. Deməli sonra Ümumi kvadrat 140 kvadratdır. 5 sotun içindədir. Paket kupçadır. İpotekaya da tam yararlıdır. İpoteka şərtləri ilə bu evi əldə edə bilərsiniz. Qiymət 257 min manat start qiymət. 257 minə mebel qarışıq. Mən əla mebel. Əşyalı. Yəni yox. Burada həyətində, evində bir yox 50-60 min manatlıq mebel var. Yəni şəxsən biz ikimiz buna əminik də. Yəni burada yalan belə şeylər yoxdur. 50-60 min manat ev sahibi burada mebellərinə pul xərcləyib. Deməli 257 min manata əlaqə nömrəmiz. Əlaqə nömrə çox uzun danışdı. Ev doğrudan çox maraqlıdır. Deməli 257 min manat start qiymət, mülk sahibidir, reallıq olsa endirim olacaq. Əlaqə nömrəsi 051 515 57 74 və yaxud da paylaşılan bu səhifəni izləyin. 077 642 1000. Biz sizin qulluğunuzdayıq. Çəkiliş də bizdən ödənişsizdir. Səhifəni izləyin, bəyənin və gəlin baxın. Bu ev elə sizindir.